Hər halda din sözünün mənası yol deməkdir. Yolda olmaq. Ərəbcədən. Yəni kəlmə mənası din, yəni yol deməkdir. Haqq yol, doğru yol, dürüst yol. İnsan cəmiyyəti üçün həmişə yola ehtiyac var. İstəyir texnologiya olsun, istəyir olmasın. İstəyir müasir dövr olsun, istəyir hələ bundan sonraki əsrlər gələcək. Daim insana yol lazımdır ki, insan o yolla. Çox maraqlıdır ki, məsələn, daosizmdə də dao yoldur, amma yoqada da birləşmədir. Orada da religiya mənası. Bu iki məna görünür dominantdır bütün Hər halda bir həqiqət ortadadır ki, biz insan ailəsi olaraq bu dünya evinin içərisindəyik. İnsan ayağını torpağa qoyduqdan sonra babamız Adəmlə ilk nəsil başladı və o gündən bu günə qədər bir çox cəmiyyətlər yarandı. Tərəqqiyə, sonra tənəzzülə, tərəqqi, tənəzzül və günümüzə qədər ötürülən bir çox dəyərlər var, miras qoyulan. Bəzən də tapdalanan, əzilən və xor görülmüş, rəzil rüsva edilməyə çalışan ən çox mənəvi dəyərlər olub. Və Allah Teala yer üzünə göndərdiyi əslində bütün peyğəmbərlərin, çünki dünyadakı o peyğəmbərlik müəssisəsinin əsas tərəflərindən biri o müəllimlik missiyasıdır, təlimdir, tərbiyədir, yol göstərmədir. İnsanların bir mürşidə, bir həkimə, bir hakimə, bir böyüyə, bir yol göstərənə, gerçəkdən bir təbibə həmişə ehtiyacı var. Bəli, bu günümüz etibarilə ifadə elədiyiniz kimi dəyişməyə ümumiyyətlə insan çox meyillidir. Adamlar görürsünüz, həmişə qarşısındakı insan da dəyişməyə çalışır. Ümumiyyətlə, dəyişmə anlayışının biraz üzərində dayanmaq lazımdır. Dəyişmək doğru bir şeydirmi? Dəyişməyə meyilli insan görürsünüz ki, yeni bir qiyafəyə, yeni bir formaya düşür və öz fitrətini, öz kimliyini tərk eləyir. Və bundan sonra artıq oyuncağa çevrilir. Çünki artıq mahiyyətini insan itirir. Önəmli olan insanın özünə, öz fitrətinə, öz kimliyinə dönməsidir. Bir millətin öz kimliyinə, bir şəxsin öz kimliyinə bürünməsidir. Təqlidçilik yox. Səni yaradan Allah bu şəkildə, bu simada yaradıb. Əslində dəyişməyə meyilli eləyən Quran-ı Kərimdə bir ayə var. Şeytan Allahın qarşısına çıxır və orada təbii ki, o qiyamətə qədər bir yaşam fürsəti var onun. Deyir ki, لَأَمُرَنَّهُمْ deyir, mən onlara əmr edəcəm. Nə əmr edəcəm? Deyir ki, Allahın xilqətini dəyişməsi üçün. لَيُغَيِّرَنَّ خَلْقَ اللّٰهِ Allahın yaratdığı sənət əsərini dəyişsinlər. Yəni, bu fitrəti, bu kimliyi, bu yaradılmış əsəri, kökünü, ruhunu dəyişməyə meyilli o düşüncə insanlarıdır. Odur ki, bir ayədə də var ki, siz Allahın yaradılışında heç bir dəyişiklik görməzsiniz. Bəli, çünki Rəbbimizin əslində əhkamları, kainatdakı qurduğu bir sistem var ki, məsələn, insan nə qədər çalışsa, yer kürəsinin hərəkətinə təsir edə bilməz. Günəşin çıxıb batmasına, əslində çıxıb batma deyirik, günəşin hərəkətinə təsir edəsi deyil. Nə də ulduzların batıb sönməsinə. Yəni, bu mümkün olmayan bir şeylərdir. Sadəcə insan bunu xəyal edir, xəyal gücünə görə söykənir ki, bəli, biz bunu edəcəyik. Amma düşünün, yer kürəsində adı belə deyək, fitrəti pozulmuş meyvələr var. Qidalar var. Qımoğlu. Bütün insan əli nəyə toxundusa, fəlakət başladı. Gerçəkdən insanın əlinin toxunduğu yerlərdə insanın həyatı sonlanır. Və bugünkü gündə gördüyümüz kimi bu qədər dünyadakı bu xəstəliklərin və görünməyən əslində, siz bayaq ruhaniyyət dediniz, biz ruhaniyyətin içərisində əslində görünməyən çox şeylər var. Yəni, elmi ateizm dönənə qədər inkar edildi ki, görünməyən aləm, bir də maddi bir aləm var. Amma indiki elm bizə imkan verdi ki, yox, sən demə, görünməyənlər görünənlərdən daha çoxmuş. Və əslində görünməsən bir viruslara, mikroblara qarşı dünyada nə qədər böyük xəstəxanalar tikilib, nə qədər böyük dərman şirkətləri var. Nəyə qarşı mübarizə? Viruslara qarşı mübarizə aparırlar, mikroblara qarşı mübarizə aparmaq üçün dünya milyardlar xərcləyir. Odur ki, bəli, insan deyilən bir varlıq var, onun ruhu var. O ruh daşıyan bir can varlıqdır. Ona görə insanın şəklinə ola bilsin ki, müdaxilə olunsun. Amma bu estetik bir müdaxilədir. Gerçəkdən insanın kimliyi var ki, bəli, o dediyiniz Allahın dəyişməz dəyərləri var ki, ora müdaxilə yoxdur.